bütün ailələsən 11 nəfərin, 11'i də yoxdur. İndi mən bir həftəli buradayım. Gələn meyitlərin çoxunun başı üstündə yox ki, tanıyam ki, mənim qohumlarım, qardaşım balaları hansıdır? Bütün cavan gəlinlərin hamısının əl dırnaqlarının ətlərini belə məni axtarmaq üçün içəridə sənət qalmayıb. Bütün əllərini belə soyublar, sümüklərini doğrayıb atırlar. Gəlinlərin hamısının gözlərini töküblər, gözlərini, bu ətlərin əksəriyyətini doğrayıb çiçək yığıblar. Gündən 87 nəfər gəldi buraya, gecə gəldi, gürültüdən başqa gecə 87 nəfər gəldi. 87 nəfərin saymışam, 9'unun gözü üstündədir. Qalanının gözünü töküb təmiz eləyirlər, ətlərini tikə-tikə doğrayıb yığıblar abıclarında, dilləri ağızlarında yoxdur. Dünyada sülh olsun və sənin haqqında mən heç haqq girə bilmərəm, ona görə 12 pay Azərbaycandan sənə. Siz deyin, onu bağışlamaq olar mı?